Дорогой Господь, благодарим Тебя за сегодняшний день. Əziz Rəbbimiz, bu günə görə sənə minnətdarıq. Благодарим Тебя за то, что Ты привел нас сюда. Minnətdarıq ki, bizi bura gətirdin. Мы молимся сейчас, Господь, прикоснись к нашим сердцам. Biz indi dua edirik ki, ya Rəbb, bizim ürəklərimizə toxunasan. Благослови, Господь, это слово. Biz bu sözə xeyir dua verəsən. Поговори к нам. Bizə danışasan. Ободри нас, Господь. Bizi ruhlandır, ya Rəbb. Наполняй нас Духом Твоим Святым. Doldur bizi öz müqəddəs ruhunla. И во имя Твое драгоценное мы молимся и просим. Sən dəyərli adınla dua edib xahiş edirik. Аминь. Amin. И обычно, на самом деле, лето – это пора отдыха. Doğrudan da yay dincəlmək, istirahət vaxtıdır. Такое затишье своего рода. Belə öz sakitlik gəlir bu vaxt ərzində. Меньше каких-то мероприятий, люди выезжают, разъезжают. Həmişə nəsə az bir şey, necə deyim, merapriyati. Yəni əsasən evdə olurlar, heç bir şey olmur, gediləsi yer olmur, tədbirlər olmur. А у нас благословенное, удивительное лето. Ancaq bizim çox heyrətamiz və xeyirdualı yayımız oldu. Оно насыщено Божьим присутствием, O Rəbbin huzuru ilə doludur. Его благодатью, Onun lütfü ilə doludur. и оно наполнено Божьими победами. Və Rəbbin qələbələri ilə doludur. Я просто хочу вам напомнить. Mən sizə xatırlatmaq istəyirəm. В самом начале лета все знаем Саида. Он был в лагере в Молдове. Yayın əvvəlində hər birimiz tanıyırıq Səidi, o düşərgədə idi Moldovada И мы помним его свидетельство. və onun şəhadətini xatırlayırıq. И позже я расскажу еще одно свидетельство о Və нем. sonra yenə də bir şəhadət danışacağam. Затем молодежный лагерь в Набране. Sonra Nabranda gənclər düşərgəsi oldu. И вот я сейчас вижу представителей, участников этого лагеря. Və budur mən indi həmin düşərgənin iştirakçılarını burada görəm. И мы также слышали замечательные свидетельства оттуда. Və həmçində oradan da çox heyrətamiz şəhadətlər eşitdik. И хочу вам сказать, что я сам сейчас приехал из лагеря. Прямо из лагеря, можно сказать, на служение. Və əslində sizə demək istəyirəm ki, mən hələ indicə düşərgədən dərhal xidmətə gəlmişəm, kilsəyə gəlmişəm. За городом, в живописном уголке, в Бузовнах проходит сейчас баскетбольный лагерь. Şəhərdən kənarda Buzovnada indi idman düşərgəsi baş verir. Где 25 детей, Hardakı 25 uşaq var, спортсменов idmançılardır и 8 тренеров и помощников və 8 dənə məşqçi köməkçisi var. собрались для того, чтобы тренироваться вместе, проводить время, чему-то учиться. Bir araya gəliblər ki, məşq etsinlər, birlikdə toplaşsınlar, nə isə öyrətsinlər. И я провожу там утреннюю зарядку Mən orada səhər idmanını keçirdirəm и немножко делюсь с ними. və biraz da sözlə paylaşıram onlarla. Это не христианский лагерь, Bu xristian düşərgəsi deyil. это спортивный лагерь, Bu idman düşərgəsidir. лагерь Академии баскетбола города Баку, Bakı şəhərinin basketbol akademiyasının düşərgəsidir. где Татьяна является руководителем. Hardakı Tatyana deməli rəhbərdir И есть определенные ценности və bəzi dəyərlər var. у этой академии. Bu akademiyanın öz dəyərləri var. И соответственно, мы о этих ценностях говорили в лагере. Və buna uyğun olaraq da biz düşərgədə bu dəyərlər haqqında danışırdıq. Значит, это честность, Deməli bu doğruluq, уважение, hörmət, командная работа komanda işi и мастерство. və bacarıq, Мастерство усталых. ustalıq. Ага. Да. И я хотел бы сказать просто, что у нас такой очень интересный режим, там много тренировок. Demək istəyirəm ki, bizdə orada çox maraqlı bir rejimdir, çoxlu məşqlər var. Поэтому все задействованы. Ona görə də hər kəs bura deməli burada iştirak eləyir. Ага. И, значит, утром мы встаем на 30 минут раньше всех. Deməli biz səhər hər kəsdən tez oyanırıq, 30 dəqiqə. Мы делимся словом, ободряем друг друга. Biz kəlamla bölüşürük, bir-birimizi ruhlandırırıq. Я имею в виду тренерский состав. Mən indi məşqçiləri nəzərdə tuturam. Да. Потом мы молимся за этот день. Sonra biz bu gün üçün dua edirik. И потом приходят детишки. Və sonra uşaqlar gəlir. И вот сегодня получается 3-й день.
Deməli bu gün 3-cü gündür artıq. Я вам немножко расскажу. Biraz sizinlə paylaşacağam. И вечером также у нас есть духовное время. Və axşam da həmçinin bizdə ruhani vaxt olur. После того, как мы ложим спать спортсменов, İdmançılar yuxuya gedəndən sonra мы делимся победами духовными biz ruhani qələbələr haqqında paylaşırıq и опять-таки молимся, və yenə də dua edirik. планируем следующий день. Növbəti günü planlaşdırırıq. И я уже назвал эти 4 слова. Mən artıq bu 4 dənə sözü səsləndirdim. И помните, перед молодежным лагерем пастор Самир говорил, что Бог говорит в лагере. Və yadınızdadırsa, gənclər düşərgəsindən əvvəl pastor Samir bölüşmüşdü ki, Rəbb düşərgə vasitəsilə danışır. И потом я проповедовал, и я подтверждал, что да, реально Бог говорит в лагере. Və sonra mən də vəz eləyirdim və başa düşürdüm ki, doğrudan da Rəbb danışır düşərgə vasitəsilə. Я сегодня не просто подтверждаю, я сегодня утверждаю это. Mən bugün nəinki bunu təsdiqləyirəm, həmçinin də Там есть Его люди. bunu təsdiqləyirəm və orada Rəbbin insanları var. Там есть Его присутствие, Onun huzuru var. присутствие Духа Святого. Onun müqəddəs ruhun huzuru var. Там есть Его работа, которую Он делает. Rəbbin gördüyü iş var. И там есть, конечно же, благодать. Və əlbəttə ki, orada lütf var. И первый день мы говорили о честности. Və birinci gün biz doğruluq haqqında danışırdıq. Dürüst. Dürüstlük haqqında danışırdıq. Мы говорили о честности. Dürüstlük haqqında. Мы говорили о том, что она начинается внутри нас. Biz danışırdıq ki, o bizim içimizdə başlayır, Она начинается с себя. özümüzdən başlayır. Мы хотим быть честными сами с собой в первую очередь. Biz ilk növbədə özümüzlə dürüst olmaq istəyirik. И потом она, конечно же, выходит наружу. Və sonra o çölə də çıxır. Мы üzə также çıxır. хотим быть честными по отношению к другим. Həmçində başqalarına münasibətdə də dürüst olmaq istəyirik. На самом деле иногда честность очень трудно измерить. Əslində bəzən dürüstlüyü ölçmək çox çətindir. Я бы даже сказал, что ее трудно определить. Və hətta mən deyərdim ki, onu müəyyən etmək də çətindir. Потому что ложь, она как подделка. Çünki yalan Она как- saxtadır. Она как подделка, она может быть похожа на правду. Yalan saxta olduğuna görə həqiqətə bənzəyə bilər. И знаете, это как стакан чистой воды, Bilirsiniz bu nəyə oxşuyur? Sanki bir stəkan təmiz su var и там может быть капелька яда. və orada bir damcı zəhər ola bilər. И выглядит это хорошо, Və bu yaxşı görsənir. но то, что внутри, это нехорошо. Ancaq onun içindəki yaxşı deyil. И, конечно, мы знаем, что Слово Божье есть абсолютная истина. Əlbəttə ki, biz bilirik ki, Rəbbin kəlamı yəni Абсолют хакикат. absolut həqiqətdir. Иисус сказал: «Я есть путь, истина и жизнь». İsa deyir ki, mən yol, həqiqət və həyat mənəm. Но вот когда я готовил, просто размышлял об этом, я хотел найти, что именно говорит слово «честность». Və mən bu haqqda araşdırma eləyəndə mən bilmək istəyirdim ki, dürüstlük sözü nə deməkdir? Что Библия говорит о честности. Bibliya dürüstlük haqqında nə deyir? И не очень много она использует это слово именно. Və əslində bu sözü o qədər də çox işlətmir. Но в Исаии, Ancaq Yeşayada 59 главе, давайте 59-cu откроем, fəsildə gəlin açaq. прочтем несколько. Мы не будем читать. Вы знаете, я читал всю главу, я вам просто скажу, о чем она, так, в общем. Mən bütün fəsli oxumuşam və sizə ümumi danışacağam ki, o nə Но мы haqqdadır. прочитаем 2 стиха. Ancaq 2 bənd oxuyacağıq. Мы изменили и солгали пред Господом, и отступили от Бога нашего. Говорили клевету и измену, зачинали и рождали. Из сердца lживые слова. 13-cü bənd. Üsyankar olub Rəbbi rədd etdik. Allahımızın ardınca getmədik. Zorakılıq, xəyanətlə dolu sözlər danışdıq. Yalan kəlmələri ürəyimizdə gizlətdik. Sonra aşkara çıxartdıq. Давайте 14 стих сразу. «И суд отступил назад, и правда стала вдали, ибо истина приткнулась на площади, и честность не может войти». 14-cü bənd. Ədalət geri çəkildi. Salihlik uzaqda durdu. Çünki həqiqət şəhər meydanında yıxıldı. Dürüstlük aramıza daxil ola bilmir. И честность не может войти. Dürüstlük aramıza daxil ola bilmir. И это книга пророка Исаия. Və bu Yeşaya peyğəmbərin kitabıdır. И теперь 16 стих.
Və indi 16-cı bənd. Здесь говорится, «И видел, что нет человека, и дивился, что нет заступника. И помогла ему мышца его, и правда его поддержала его». Rəbb gördü ki, heç kim yoxdur. Havadarın olmadığına görə o mat qaldı. Onda onun qolu ona zəfər gətirdi. Salihliyi ona dayaq oldu. И правда его поддержала его. О ком здесь говорится? Və onda onun qolu ona zəfər gətirdi. Это говорится об Иисусе Христе. Kim haqqında burada danışılır? Bu İsa Məsih haqqındadır. И он пришел на землю. Və o yer üzünə gəldi. И правда его поддержала его. Və onun salihliyi ona dayaq oldu. И честность не могла войти. Və dürüstlük əvvəlcə girə bilmirdi, daxil ola bilmirdi. Но Иисус сказал, что Он есть дверь. Ancaq İsa dedi ki, o qapıdır И теперь есть вход və indi для giriş var честности. dürüstlük üçün. И затем Иисус учит нас в Евангелии от Матфея 5:37 и в Иакова 5:12. Və Matta 5:37-də və Yəhya 5:12-də İsa bizə öyrədir. И там говорится, да будет ваше слово, да, да, и нет, нет. Və orada deyilir ki, sizin bəliniz bəli, xeyriniz xeyr olsun. И теперь не нужно клясться. İndi and içməyə ehtiyac yoxdur. Достаточно вашего слова, будь то да или будь то нет, чтобы положить конец спору о честности. Sizin bəliniz və xeyriniz yetərlidir ki, dürüstlük haqqında münaqişəni yatırsın. И второе слово было уважение. Və ikinci söz hörmət idi. Это было вчера. Və bu dünənki günün sözü idi. И мы говорили о том, как много может сделать уважение. Və biz danışırdıq ki, hörmət nə qədər şeyə qadirdir. Если мы проявим его в жизни какого-то человека. Əgər biz onu hansısa bir insanın həyatında üzə çıxarsaq. И может быть, оно многое может поломать, если мы не проявим его. Və bəzən də biz onu əgər göstərməsək, o nə qədər şeyi dağıda bilər. Мы можем поделиться тем, что у нас есть. Biz özümüzdə olan şeylə paylaşa bilərik. Иногда мы можем просто протянуть руку. Bəzən sadəcə əlimizi uzada bilərik. Иногда мы можем сказать доброе слово. Bəzən biz yaxşı bir söz deyə bilərik. Иногда лучше, чем слово, может быть просто объятие. Bəzən sözdən də yaxşı sadəcə bir qucaqlamaq ola bilər. Иногда мы можем проявить благодать по отношению к кому-то. Bəzən kiməsə qarşı münasibətdə lütfü göstərə bilərik. И может быть мы сейчас можем подумать, о, да он ведь не заслужил. Və bəzən bəlkə də biz düşünə bilərik ki, ayda axı o layiq deyil. Но благодать это как раз то, что является тогда, когда я это не заслужил. Ancaq lütf məhz o vaxt gəlir ki, nə vaxt ki mən layiq deyildim. И когда на утренней зарядке я делился с ними, Və səhər idmanında mən onlarla bunu paylaşanda, чтобы вы понимали, там нет возможности проповедовать, потому что это, можно сказать, обычный лагерь. İstərdim bunu da nəzərə çatdırım ki, orada vəz eləməyə bir fürsət yoxdur. Çünki bu sadə bir düşərgədir. Но Бог определенным образом повел меня. Ancaq Rəbb xüsusi bir yolla məni apardı. И я поделился из исхода 20 главы 12 стих. Və çıxış 20:12-dən bölüşdüm. Почитай отца твоего и мать твою, чтобы продлились дни твои на земле. Давайте я прочту. Gəlin oxuyum. 20:12. 20. Ata anana hörmət et ki, Allahın Rəbbin sənə verdiyi torpaqda ömrün uzun olsun. Здесь слово «почитай», оно означает делать весомым. Burada hörmət et sözü ağırlıq sözünə, ağır etmək sözünə bənzəyir. И в Ефесянам 6:2 говорится, что это первая заповедь с обетованием. Efeslilərə 6:2-də yazılıb ki, bu vəd olan birinci qanundur. Да, почитай отца и мать, и да будет тебе благо, да будешь долголетен на земле. Öz ata-anana hörmət et və yaşadığın torpaqda ömrün uzun olar. И слово «почитай» это в принципе тоже так же, как «уважай». Və burada hörmət et sözü, ehtiram et sözü hörmət eləmək sözünə. И затем вечером на ужине мы сидели с Саидом. Я вам обещал еще одну историю из жизни Саида. Və sizə Səidin həyatından bir dənə də hekayə paylaşacağımı söz vermişdim və biz axşam yeməyində bir yerdə oturmuşduq. И он говорит,
как здорово у вас получилось поделиться из Библии. Və o deyir ki, necə də əla oldu ki, siz Bibliyadan paylaşa bildiniz. Мне, говорит, очень понравилось. Deyir ki, mənim çox xoşuma gəldi. И затем он мне рассказал свидетельство. Və sonra mənə bir şəhadət paylaşdı. А значит, в это воскресенье Deməli, bu bazar günü он обычно не пропускает собрания, əsasən o heç bir xidməti buraxmır. но вот в это воскресенье Ancaq bu bazar günü его не было с o нами. gəlməmişdi. Он подключился из дома, O evdən qoşulmuşdu. и у него есть дедушка. Deduşka. Дедушка. Və onun babası var Дедушку зовут Аббас. və babasının adı Abbasdır. Мы знакомы с ним. Biz onunla tanışıq. Он очень добрый, приветливый такой мужчина. Çox xoş bir insandır. И дедушка сидел и смотрел собрание вместе с Саидом. Və babası oturub Səidlə birlikdə toplantıya baxırdı. И потом дедушка сказал: Саид, в следующий раз вместе идем в эту церковь. Və sonra babası deyir ki, Səid gələn dəfə birlikdə gedəcəyik kilsəyə. Когда Саид мне это рассказывал, я даже не могу вам передать сейчас эти эмоции, которые были внутри меня. Səid mənimlə bunu paylaşanda mən sizə ötürə bilmərəm ki, mən nə hisslər keçirdim. Я не открываю всей тайны, но у дедушки будет сюрприз для вас. Bütün sirri açmıram, amma onun babasının sizə bir sürprizi olacaq. Да, я обещал не открывать этой tayны. Söz vermişəm ki, bu sirri açmayacağam. Не пропускайте собрание, вы увидите этот сюрприз. Kilsəni buraxmayın, siz bu sürprizi görəcəksiniz. Да, вот такое коротенькое свидетельство, но оно очень ободрило меня. Budur, belə bir kiçik bir şəhadət, amma məni çox ruhlandırmışdı. И Библия говорит: спасешься ты и дом твой. Və Bibliya deyir ki, sən və sənin ailən, evin xilas olacaq. И здорово. Və bu əladır. И мы спасаемся, и затем кто-то из нашего окружения. Və əladır ki, biz xilas oluruq və sonra kimsə bizim ətrafımızdan da xilas olur. Возможно, это долгий процесс, Bəlkə bu uzun bir prosesdir, но это происходит. ancaq baş verir. Я верю, что моя вера – Mən inanıram ki, mənim imanım это результат молитв моих бабушек и дедушек. bu mənim baba və nənəmin dualarının nəticəsidir. Они были верующие, они жили в другой стране. Onlar imanlı idi və digər ölkədə yaşayırdılar. И я вообще не понимал ничего в этом. Ancaq mən bu haqqda ümumiyyətlə heç nə başa düşmürdüm. Я видел Библию у них в доме, Onların evində Bibliyanı görmüşdüm. но больше никаких разговоров даже. Ancaq başqa heç bir söhbət olmamışdı bu Может haqda. быть, потому что я был rебенок. Bəlkə mən uşaq idim ona görə. Но я думаю, что их молитвы, они дошли до небес. Ancaq mən düşünürəm ki, onların duaları göylərə çatdı. И в один прекрасный день Бог призвал меня. Və gözəl günlərdən birində Rəbb məni çağırdı. И сегодня мы говорили там утром о командной работе. Və bu gün biz səhər orada komanda işindən danışırdıq. На самом деле вся эта вот мысль об этой проповеди, свидетельство, да, как вы можете назвать, она родилась именно во время вот этого момента. Əslində bütün bu vəz deməli həmin bu gün başladı. Я утром проснулся, Mən səhər yuxudan durdum. и я понимаю, что я должен делиться с ребятами о командной работе. Mən başa düşürdüm ki, uşaqlarla komanda işi haqqında danışmalıyam. И я понимаю, что Бог говорит со мной и дает мне мысли именно духовного характера. Və mən başa düşürdüm ki, Rəbb mənə indi ruhani anlamda bir fikirlər verir. И я bыстро спустился и поделился с командой. Mən tez aşağı düşüb komanda ilə bunu paylaşdım. Потом немножко мы пообщались с ребятами, Sonra uşaqlarla biraz ünsiyyətdə olduq. сделали зарядку, и теперь я говорю это вам. İdman etdik və indi isə mən bunu sizə deyirəm. И я хочу просто, чтобы вы сейчас подумали, где в Библии мы видим первую команду. Mən istəyərdim biz düşünək ki, Bibliyada biz birinci komanda işini harda görürük? Первую команду. Есть у кого-то мысли? İlk komanda işini. Первая команда. Ага. Nuhun gəmisini Когда строили başlayanda. ковчег Ноя, говорит Рустам. Окей. Хорошо. Ты хочешь сказать? Скажи. Allah yeri göy yaradanda. Да. А когда Бог создавал землю, вы знаете, Святая Троица Müqəddəs üçlük. – это команда. Bu bir komandadır. Это Отец, Bu ata, Сын
Oğul, Слово и yəni Дух söz Святой. və müqəddəs ruhdur. И это первая команда. Və bu birinci komandadır. Удивительная команда, я бы сказал. Heyrətamiz bir komandadır, И mən deyərdim. даже, знаете, эта команда сотворения. Və bu komanda yaradılış komandasıdır. И затем это удивительная команда искупления, Və sonra da bu satın alma komandasıdır. где Слово уже является Сыном. Hardakı söz artıq oğuldur. И эта же команда сегодня приготавливает нам небесный Иерусалим. Və indi də bu komanda bizim üçün səmavi Yerusəlimi hazırlayır. Иисус сказал, я приготовлю вам место. İsa dedi ki, mən sizin üçün yer hazırlamaya gedirəm. А где еще мы видим команду в Библии? Başqa harda biz komanda işini görürük Bibliyada? Иисус и 12 апостолов. İsa Komanda. və 12 həvari. 12 апостолов. 12 həvari. Что сделал Иисус, когда после крещения и потом после искушения в пустыне? Помните? İsa deməli vəftiz olandan sonra və 40 gün sınaqdan sonra nə etdi? А Матфея 4 главе говорится, что он начал проповедовать, Matta 4-cü fəsildə yazılıb ki, o vəz etməyə başlayır и затем он начал создавать команду. və sonra komanda toplamağa başlayır. Он начал искать учеников, O şagirdləri axtarmağa başlayır. собирать свою удивительную команду Öz апостолов. heyrətamiz həvari komandasını toplayır И у него была действительно удивительная команда. və onun doğrudan da heyrətamiz bir komandası var idi. И мы говорили с тренером Грегом. Да, я, кстати, хотел представить их. Вы, наверное, видели в воскресенье на Siz собрании. yəqin ki, Многие. keçən həftə bazar günü onu görmüşdünüz. Greg məşqçisi ilə biz danışırdıq. Значит, к нам из Лондона прилетел тренер Грег. Londondan bizə məşqçi Greg gəlib. Он сам из Соединенных Штатов, но сейчас уже 7 лет он на миссии в Лондоне. O özü Amerikadandır, amma 7 ildir ki, missiyada Londonda xidmət И edir. с ним его два ученика, которые остались от Соединенных Штатов из команды. Они тоже баскетболисты. Həmçində Amerika komandasından Эндрю и qalan Джон. onunla iki köməkçisi gəlmişdi, Andrew və John. Удивительная команда. Heyrətamiz bir komandadır. Илья из Молдовы к нам присоединился. Moldovadan İliya bizə qoşulub. Ангелина, Татьяна, Ляма. Angelina, Tatyana Leman. На самом деле удивительная, идеальная команда. Doğrudan da heyrətamiz və mükəmməl bir komandadır. И мы говорили с Грегом вечером. Və biz Greglə axşam danışırdıq. И он мне говорил о некоторых принципах, когда он набирает команду. Və o komanda toplayarkən bəzi prinsiplərdən, hansı prinsiplərdən istifadə etdiyini mənimlə bölüşürdü. И мне очень понравился этот момент. Və bu məqam mənim çox xoşuma gəlir. Обычно, как тренеры или в служении, или где бы то ни было, мы стараемся взять в команду сильных участников. Adətən biz xidmət üçün, məşq üçün komanda toplayanda çalışırıq ki, güclü insanları toplayaq. Потому что мы считаем, что сильные участники принесут нам победу, особенно в спорте это. Çünki biz fikirləşirik ki, güclü iştirakçılar bizə qələbəni gətirəcək, əsasən də idmanda. И вот эти двое ребят, которые приехали с ним, Və onunla gələn iki tələbə, он сказал, есть такой принцип, почему я их взял в свою команду. və o dedi ki, onları öz komandama götürməyimdə iki prinsip var. Он говорит, что я видел, что они способны пройти через поражение. Mən görürdüm ki, onlar məğlubiyyətdən keçməyi bacarırlar. Потому что нет такой команды ни в спорте, ни в каком-то другом аспекте. Я думаю, что ни в служении. Çünki bu idman olsun və yaxud da hansı xidmət olsun, elə bir komanda yoxdur ki, У которой в какой-то момент что-то не получается. hansında Или в ki, какой-то момент она может проиграть. hansısa məqam nəsə alınmır və yaxud da nə vaxtsa onlar məğlub ola bilər. И без проигрыша мы никогда не поднимемся на скалу, для нас недосягаемую. Və bizim üçün əl çatmaz olan dağın başına biz məğlub olmadan qalxa bilmərik. Часто проигрыш является толчком. Bəzən məğlubiyyət bir təkana bənzəyir. Но очень важно, чтобы в команде были люди, которые могли помочь пройти через этот проигрыш.
Ancaq çox lazımdır ki, bəzən komandada elə insanlar olsun ki, bu vaxtdan keçməyə bizə kömək etsin. И возвращаясь к апостолам, я хочу сказать, по преданию церкви, 11 из 12 они умерли мученической смертью. Və apostollara qayıtsaq, mən demək istəyərdim ki, 12 nəfərdən 11-i əzablı ölümlə ölmüşdür. И только апостол Иоанн, он умер своей смертью. Yalnız Həvari Yəhya öz ölümü ilə ölüb. Но сейчас мы с вами верующие, Ancaq indi biz sizinlə imanlar и Слово Божье дошло до нас. və Rəbbin kəlamı bizə gəlib çatdı. И знаете, те команды, которые я перечислял, Və bilirsiniz, indi sadaladığım komandalar, удивительную команду Святой Троицы, Müqəddəs Ruhun komandası, команду Иисуса и апостолов, Müqəddəs Üçlüyün komandası və İsa'nın və şagirdlərin в komandası. каждой из этих удивительных командах был Иисус Христос. Bütün bu heyrətamiz komandaların hamısında İsa Məsih var. Удивительная часть команды. Komandanın heyrətamiz hissəsidir. Самая важная часть команды. Ən vacib hissəsidir bu komandaların. И я думаю, что если в нашей команде будет Иисус Христос, Və mən düşünürəm ki, əgər bizim komandamızda İsa Məsih olacaqsa, мы обязательно победим, biz mütləq qalib olacağıq. чтобы это не было. Nə olursa olsun. Даже через падение, я думаю, что Он поможет нам встать и пойти дальше. Hətta yıxılsaq belə o bizə kömək edəcək ki, ayağa qalxaq və gedək yenə də. И проведет нас через обстоятельства. Və bizi vəziyyətlərdən keçirdəcək. И знаете, такая есть, по пословице есть, говорят, один в поле не воин. Belə bir atalar sözü var ki, один в поле təkərdən не səs воин. çıxmaz. Я бы, как Tək əldən səs çıxmaz. Yəni tək insandan döyüşçü olmaz. Я бы хотел, наверное, немножко, может быть, есть воин один, Bəlkə də bir döyüşçü var. но это не будет такое значительное. Ancaq bu belə hansısa xüsusi bir qələbə olmayacaq. Но я точно скажу, что один человек это не команда. Ancaq mən dəqiq deyə bilərəm ki, bir insandan komanda olmaz. Как минимум должно быть два человека. Ən azından 2 nəfər olmalıdır. И Библия нам говорит об этом. Və Bibliyada bizə bu haqqda Библия danışır. говорит, двоим лучше, чем одному. Bibliya deyir ki, ikisi birindən daha yaxşıdır. И веревка втрое скрученная в том же стихе. Və 3 dəfə düyünlənmiş ip daha bərk И olar. что это за веревка втрое скрученная, если нас двое? Və bu necə bir ipdir ki, 3 dəfə düyünlənib, əgər biz 2 nəfər isə. Это Иисус Христос. Bu İsa Məsihdir. И вот я сейчас, Наргиз, и Иисус Христос, и мы команда. Və budur, indi mən, Nərgiz və İsa Məsih bir Я komandadır. образно говорю. Mən obrazla danışıram. Да, и на завтра осталось в лагере одно слово. Это мастерство. Və indi sabahki gün üçün bir söz qalıb və ustadlıq sözüdür. И я думаю, о чем я буду говорить с ними, когда я буду говорить о мастерстве. Və mən indi düşünürəm ki, mən bu haqqda danışanda onlara nə deyim? Да, я хотел еще спросить вас, Və sizdən də soruşmaq istəyərdim. возвращаясь к команде, я извиняюсь. Komandaya işinə qayıdaraq. Значит, чем питается команда Komandanı nə qidalandırır и каково ее горючее? və onu alovlandıran şeylər nədir? Как вы думаете? Nə düşünürsüz? Я думаю, что команда должна питаться Словом Божьим, Mən düşünürəm ki, komanda Allahın kəlamı ilə qidalanmalıdır. а горючее ее любовь. Ancaq onu alovlandıran şey bu məhəbbətdir. И без питания не будет любви. Və qidalanma olmadan məhəbbət И olmayacaq. это практический момент, я не мог его упустить. Və bu praktiki vaxtı mən buraxa bilmərəm. Я уже завершаю. Mən indi bitirirəm. Я хочу сказать, что я думаю, что я поделюсь двумя стихами завтра. Mən düşünürəm ki, sabah 2 bəndlə bölüşəcəm. Это 1 Коринфянам 10:31. Bu 1 Korinflərə 10:31-dir. Итак, едите ли ныне, или едите ли, пьете ли, или иное, что делаете, все делайте в славу Божью.
Beləliklə nə yeyirsinizsə, nə içirsinizsə, nə edirsinizsə, hər şey Allahın izzəti üçün edin. И второй стих это Колоссянам 3:23. Və ikinci bənd Koloslara məktub. Tapın. И все, что делаете, делайте от души, как для Господа, а не для человеков. Gördüyünüz hər işi insanlar üçün deyil, Rəbb üçün edən kimi can dildən edin. И тема мастерства. Və ustalıq И mövzusunda. я думаю, что мастерство, оно исходит от нашего отношения, Mən düşünürəm ki, ustalıq bizim münasibətimizdən yaranır. от нашего старания Bizim səylərimizdən yaranır и от Божьего və благословения. Rəbbin xeyir duasından yaranır. Аминь. Amin. Аминь. Давайте помолимся. Gəlin dua eləyək. Дорогой Господь, благодарим Тебя Ya Rəbb, sənə minnətdarıq. за это лето, Bu yay fəsli üçün, за удивительные свидетельства, heyrətamiz şahadətlər üçün, за то, что Ты говоришь. ona görə ki, sən danışırsan. Ты говоришь в лагере, Sən düşərgədə danışırsan, Ты говоришь в церкви, kilsədə danışırsan. Ты говоришь там, где 2 или 3 собрались. 2 və 3 nəfər toplaşarkən danışırsan, Ты yəni. говоришь из Твоего Писания, Господь. Öz kəlamından danışırsan. Просто продолжай говорить. Davam et danışmağa, ya Rəbb. Благослови остаток нашего лагеря, Господь. Düşərgəmizin qalan hissəsinə xeyir dua ver. Направляй наши мысли, Bizim fikirlərimizi yönləndir. охраняй детишек, Господь. Uşaqların hamısını qoru. Помажь сердца, Ürəklərini məhs et. благослови команду, Komandaya da xeyir dua дай ver. единство. Birliyi ver. Отец, в контексте нашей церкви также молимся за нашу команду, Господь. Həmçində öz kilsəmizin nəzdində də ya Rəbb dua edirik. Öz Питай нас komandamız üçün. Словом Твоим, Отец. Öz sözünlə bizi qidalandır И чтобы в действительности горючее наше было любовь. və doğrudan da bizim yanacağımız qoyu sevgi olsun. Отец, мы молимся за нужды, Biz dua edirik ehtiyaclara görə. мы молимся за тех, кто болен сейчас. İndi xəstə olanlara görə dua edirik. И я знаю, что Нуранина дочка, она сейчас болеет. Bilirik ki, Nuranənin qızı indi Elmira. xəstədir, Elmira. Прикоснись, Господь. Toxun ya Rəbb. Мы не знаем, что с ней происходит, Biz но bilmirik nə baş verir. удали температуру, удали Sən temperaturu aradan qaldır. каждый симптом. Bütün simptomları götür Отец, ya я Rəbb. молюсь сейчас за своего брата Öz qardaşım üçün dua edirəm ya Rəbb. и прошу вас молиться. Xahiş edirəm ki, siz də dua edin. Господи, прикоснись, Ya Rəbb, toxun, исцели его и восстанови полностью. şəfa ver və tamamilə bərpa elə. И какие бы проблемы там не были, Господь, у Тебя есть сила. Və nə problem olursa olsun ya Rəbb, sənin gücün Сила var. воскрешать, Sən diriltmə gücün var ya Rəbb. сила оживлять кости. Canlandırma gücü var ya Rəbb. Прикоснись, Toxun ya Rəbb. оживотвори, Canlandır, благослови. xeyir dua ver. Благослови сейчас старейшин, когда они находятся в поездках. İndi ağsaqqallara xeyir dua ver. Onlar Дай им səfərdə olarkən хорошее время. yaxşı vaxt ver. Пастору Ильшану, пастору Вилаяту, пастору Elşan pastıra, Самиру. vilayət pastıra, И Samir благополучно pastıra. доставь их обратно. Onları sağ-salamat geri qaytar. Благослови, Господь, каждого, кто находится в поездке. İndi səfərdə olan hər kəsə xeyir dua ver ya Rəbb. Охраняй. Qoru. Посети сейчас тех, кто находится дома. Evdə olan hər kəsə baş çək ya Rəbb. Передай им большой привет и любовь. Onlara salam və sevgi Яви им göndər. себя. Özünü onlara göstər ya Rəbb. Прикоснись. Toxun ya Мы Rəbb. благодарим Тебя за каждое сердце, Hər bir ürəyə görə sənə за minnətdarıq. каждую душу. Hər bir qəlbə görə Благодарим Тебя. minnətdarıq. Отпусти нас сейчас с миром. İndi bizi sülhlə burax. И во имя Твое мы молимся и просим. Аминь. Sən adınla dua edirik, xahiş edirik. Amin.